Salam qızlar, tez-tez məndən soruşursunuz ki, Nara xanım, üzünüzdə səpkilər var. Məsələ, hələ ki müalicəyə gələ bilmirəm və yaxud evdə nə edə bilim ki, qısa sürədə toyumdur, ad günümdür, gedəsi yerim var, məktəbə utanıram elə getmək, instituta utanıram elə getmək, qonaq utanıram getmək, görüşə utanıram getmək və s. çoxlu SMS-lər gəlir, amma hal-hazırda məsələ imkanım yoxdur. Xüsusi prosedurlara gəlmək və yaxud hələ ki bunu eləmək istəyirəm, sonra gələcəm prosedurlara. Biz ev şəraitində, yəni imkanı olmayan, yəni bir neçə manata, biz necə səpkidən 1-2 günə nəticə görə bilərik və 10-15 günə tam bu bəladan qurtara bilərik. Sizin üçün gözəl bir məhsul tapdım. Məhsulun qiyməti cəmi 8 manatdır. Az öncə mən də apteka getdim. Almaq istəyirdim, amma tapmadım. Mən Turan depo aptekına getdim, orada yox idi, amma sifariş verdim ki, depodan gətirsinlər. Dedim ki, çoxlu sifariş verin, çünki mən qızlarımla paylaşacağım. Əgər sizin evinizin yanında apteklərdə varsa, mənə də zəhmət deyilsə videonun altında harda tapdığınızı qeyd eləyərsiniz. Çünki bilirəm ki, bu paylaşımdan sonra zaten tapılmayacaq. Sizin ev tərəfdə varsa Unides siropu, mütləq bir neçəsini əldə edin, saxlayın. Cəmi 8 manat qiyməti var. Qaşınma, allergiya, üzdə quruluq, dartma, səpki, aşırı yağlılıq, aşırı quruluq, başda kəpək, qaşınma, narahatçılıq hissi, allergik öskürək olanda, ümumiyyətcə də bir şişəsini alın, yəni 8 manata. İçin, ondan sonra mənə bol-bol dua eləyərsiniz. Yəni artıq 2-ci, 3-cü günündə görəcəksiniz ki, üzünüz tərtəmiz olub. Qızlar, içəndən öncə və üz təmizlənəndən sonra, əvvəl-sonra şəkilləri çəkin, mənimlə paylaşın. Mən bilirəm ki, %100 nəticə olacaq. Sual verməmiş öncə düşünün, zəhmət deyilsə. İndi soruşacaqsınız ki, oğlanlara da olar, qızlara da olar, 11 yaşında olar, 5 yaşında olar, 60 yaşında olar və s. bədəndə olar mı, ayaqda olsa səpki olar mı? Hər şeyi xırdalığına kimi soruşacaqsınız. Yəni, bunları sual verməyə ehtiyac yoxdur. Əgər olsaydı, nəyəsə olmaz, mən vurğulayardım. Hər kəs olar. Nə olur olsun, bədəndə, harda, fərqi yoxdur, hansı növü. Deyəsiniz ki, filan parazitin adı var, filan xəstəliyin var, filan şey var. Yəni, bunlara ehtiyac yoxdur. Əgər elə bir şey olsaydı, olmaz. Mən onu vurğulayardım. Əgər vurğulamıramsa, sualı boşuna verməyin. Videoları diqqətlə və bir neçə dəfə verin. Hər kəs olarsa, deməli, hər kəs olar. Kim xüsusi xəstəlikləri var, onlar zaten baxmır bu videolara.